Tanınmış Azərbaycanlı blogerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət üçün getdikləri Taylandda qəza keçirib. Bu haqda Həsti Həsənova Instagram hesabında paylaşım edib. Əslində bugün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım. Yolda gedirdik və bir anda gözüm qaraldı. Oyandım ki, moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq. Hamı ətrafımıza yığışıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda hərəkət edə bilmir. Həmin an ürəyim dayanacaq kimi hiss etdim. Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar. Mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim. Ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu. Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiynində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çətindir. O paylaşımında yazıb.